İnsan halından şikayət edilməsi nə görülür? İnsanın halından şikayət etməsi əslində yaxşı deyil, doğru deyil. İnsan gərək hər bir halında Allaha həmd etsin. İnsan Allaha həmd etdikdə halından, yaxşılığından da, pisliyindən də Allah onu uzaldır Subhanahu teala. Lakin insan həmişə şikayətçi olanda insanın qəlbinə belə deyək də zillət gəlir, Allah qorusun. İnsanın qəlbi zəifləyir, insanlar arasında da hörmətdən düşür. Allah qorusun. Bunu da hörmətdən salan Allah olur. Ona görə gərək insan Allahın Subhanahu teala'nın nemətlərinə görə Allaha həmd etsin. Bir dəfə Həsən el-Basri rahimehullah Quran-ı Kərimdə olan "Və in ta'uddu ni'metallahi la tuhsuha" ayəsini oxuyur gecə namazında, düz sübh namazının azanına qədər. Az qalır ki, sübh namazının azanı olacaq. O müddətə kimi nədir? Bu ayəti oxuyurdu. "Və in ta'uddu ni'metallahi la tuhsuha." Allahın nemətlərini saysanız, sayıb qurtara bilməz. Ayəti təkrar oxuyur namazda. Və qonşusu ona deyir ki, səhəri günü, deyir ki, sənin deyir, bu ayəti deyir, təkrarlamağın deyir, məni heybətləndirdi. Yəni bir mənada məni də təəccübləndirdi. Niyə görə bir dənə ayəti təkrar bu qədər oxursun? Cavabında deyir ki, rahiməhullah, Həsən el-Basri, deyir ki, Allahın deyir, bu ayətinə çatdıqda "Və in ta'uddu ni'metallahi la tuhsuha" Rəbbinizin nemətlərini saysanız, saymaq istəsəniz sayıb qurtara bilməzsiniz. Ora çatdıqda deyir, özümün üzərimdə olan deyir, nemətləri fikirləşdim. Bədənimdə olan deyir, nemətləri. Hətta deyir, sübh namazına kimi deyir, beynimdə, başımda olan deyir, nemətləri qurtarmadım deyir. Subhanallah. Nə qədər Allah Subhanahu teala nemətlər bəxş eləyib. Ona görə insan gərək nədir? Şikayət eləməsi halından. Baxsa ki, görsə ki, Allah ona nə qədər nemətlər verib, Subhanallah. Elə onun canlının sağlam olması, iki əlinin olması, iki ayağının olması, körlərdən fərqli olaraq gözləri olması, kərlərdən fərqli olaraq qulaqları olması. Və bir də ki, barakallahu fikum, daha bir önəmli məsələ var. Nemətlər deyirik, bizim gördüyümüz nemətlər var və bildiyimiz. Bilmədiyimiz milyonlarla nemətlər var, Subhanallah. İbn-i Qayyim rahimehullah bu mövzuda danışır. Allahın qullarına gizlidə olan yaxşılıqları. Subhanallah, Subhanallah. Gizlidə olan, Rəbbimiz bizə gizlidə yaxşılıqlar edir. Siz deməyin ki, Subhanallah, bizim heç bundan xəbərimiz yox olmuş. Bəzən olur o yaxşılıqlardan bir müddətdən sonra bizə bəlli olur. 1 ildən sonra, 2 ildən sonra, 3 ildən sonra. Baxın, bizlərdən hər hansı birimiz, belə deyək də, Allah Subhanahu teala bütün müsəlmanların evlatlarını qorusun. Ata olaraq, özür istəyirəm ifadəmə görə, evlatlarını qoyur, körpə uşaqlarını evdə qoyub gedəndə fikirləşmir. Onun fikirləşir ki, bəlkə də, belə deyək də, onun qazdan qorunması, sudan qorunması, 100 dənə şey ola bilər evdə, elə deyilmi? Lakin Allah Subhanahu teala ona gizlidə yaxşılıqlar edir. Elə bəlalar olur ki, bəzən, biz bunu yaşamışıq da, biz hamımız dünyada yaşayırıq, elə deyilmi? Deyir ki, Subhanallah, az qala deyir, əlini deyir, salacaq deyir, razetkaya. Az qala tok vuracaqdır. Az qala falan şey olacaqdır. Az qala, Subhanallah. Bunları qoruyan kimdir? Allah Subhanahu teala. Bunlar gizli olan yaxşılıqlardır. Və Allah Subhanahu teala bizi o qədər xətalardan, bəlalardan uzaqlaşdırır ki, xəbərimiz də olmur. Bunlar bizə Rəbbimizin nədir? Gizlidə olan yaxşılıqlardır. İnsan gərək nədir? Halına şikayət eləməz. Elhamdülillah desin. Elhamdülillah desin. Və bir də ki, yadıma bir şey düşdü, Subhanallah. Bir nəfər gəlir bir dənə alimin yanına. Gəlir alimə deyir ki, otur sən də, Ömür, otur. Otur alim. Gəlir alimə deyir ki, mənim falan problemim var, sayır ona problemlərini, şikayət edir halına, belə deyək də. Bir neçədən problem sayır, Subhanallah. Deyir, bu işim belədir, bu işim belədir, bu işim belədir. Alim onu dinlədikdən sonra deyir ki, bitirdin mi deyir şikayətlərini? Deyir ki, hə. Deyir, bax, bunları deyir, mənə nə cür danışmışsınsa deyir, nə cürdən danışdın bu şikayətlərlə. Qalx, bunları gecə namazında Allaha dua elə deyir. Bunların hamısını qalx, Allah ərz elə deyir, Subhanallah. Mən səni neyəcəm deyir, Subhanallah. Mən sənin kimi məxluqam deyir. Sonra başqa bir alimin yanına bir nəfər gəlir. Bu, zəkat bölümündə keçir. Sahih Müslimdə hədisin şərhində keçir ki, zəkat bölümündə itilən mallar üçün, yəni unudulub itilmiş mallar üçün nədir? Zəkat var. Varmı, yoxsa yox? Yəni bu elm əhli arasında ixtilafdır. Mövzumuz bu deyil. Bir nəfər kişi gəlir imamların birinin yanına. Deyir ki, malım deyir, itirmişəm deyir malımı. Unutmuşam deyir, hara qoymuşam deyir. Deyir ki, 10.000 dinar.
Miqdarında malımı unutmuşam deyir. Bilməm hara qoymuşam deyir. Onun zəkatı varmı yoxsa yoxmu? Deyir ki, gedəndə gedim soruşum deyir bunun zəkatı haqqında. Sonra deyim onun ilacını soruşaram. Bəlkə deyir nəsə bir alim də mənə nəsə deyər deyir. Gedir şeyxin yanına. Şeyxa danışır, deyir ki, belə-belə. Şeyx ona fətvanı verir. Yəni varmı zəkatı yoxdurmu? Deyir ki, bəs nə cür eləyim deyir, onu tapım deyir. Hə. Bilirsiniz alim ona nə deyir? Subhanallah. O mücarrad olaraq ondan soruşur ki, o malı nə cür tapım deyir. İtirmişəm o malı. Alim ona deyir ki, qumul leylə. Deyir, gecə namazına qalx deyir. Subhanallah. Gecə namazına qalx deyir. La ilahe illallah. Bu gəlir evə, qayıdır yolda gedə-gedə. Deyir ki, yaxşı. Elə deyəcəm deyir. Fikirləşə-fikirləşə gedir. Subhanallah. Gedir evdə müəyyən səbəbləri aradan götürür, qaldırır. Gecə namazına qalxmaq üçün. Subhanallah özü danışır. Bunlar hamısı kitablarda keçir. Bunlar hamısı tarixdir, Allahu akbar. Şəri tarixlərdir. Deyir ki, təkbir gətirdim deyir, gecə namazında deyir. Təkbir gətirən kim deyir, istiftah duasında deyir, yadıma düşdü deyir, malları qoymuşam deyir. Allahu akbar. Təkbir gətirən, istiftah duasını oxumamışım deyir, yadıma düşdü ki, Allahu akbar, malları qoymuşam deyir. Fikirlərsiniz gecə namazı, Allahu akbar. Ona görə gələ insan halından şikayət eləməz. Halından şikayəti nədir? Allah eləsin, subhanahu teala. Hasan, gecələr.